Bakıda Brand İtalyan mağazasının outleti varmış. Dünyanın 77 şəhərində mövcud olan Atelier Di Falco'nun Bakıda outleti var. Burada məhsullara 50 və 70% endirim qoyublar. Bax bu kətan köynəklər 263-dən düşüb 79-a. Bunlar təmiz kətandır. Tişörtlər var. 314 manata alıblar bu köynəklərdən. Alıblar ki, indi razmerləri qalmayıb da. İndi 94-ə düşüb. Dəri kurtkadır bu. 70% endirimdədir bax bu. 1624 manat olub, düşüb 487-yə. Köhnə qiyməti 470 manat olub. 141 manata düşüb. Keyfiyyətli mal bilinir də. Elə bil pambıq geyinirsən əyninə. Bax İtaliya məhsulu adamın əynində belə qalır. Çox maraqlı bir dənə palto var. Əl işi, handmade. Bəzi yerləri əllə tikilib, hə? Əvvəlki qiyməti 1606 manat olub, indi düşüb 803-ə. Bax burada belə qalın kurtkalar var. Əvvəlki qiyməti olub 1828 manat. 914-ə düşüb. Təbii dəridən istifadə olunub, ona görə belə bahalıdır. 1140 manata satılıb əvvəl, indi düşüb 342-yə. Bir dənə qalıb. Bax burada zamoklu və düyməli pololarda endirmə düşüb. Bax öz qiyməti 277 manat olub, amma düşüb 83-ə. 422 manatdan düşüb 211-ə. Yarı qiymətə. Bu dəstin qiyməti 1423 manat olub. Düşüb 711-ə. Bax fikir verin, parçanın markası da burada var. Cerruti. Atelier Di Falco'nun outlet mağazası Atatürk Prospekti 61 ünvanında yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.